Salam əziz şagirdlər, bugün sizlərə dim test toplusundan leksika bölməsinin izahını verəcəyəm. Sizlər zəhmət olmasa kanalımıza abunə olmağı, paylaşmağı, şərh yazmağı, bəyənməyi unutmayın. Digər yoldaşlarınızla paylaşın ki, həmin şagirdlərə də müəyyən bir faydamız dəymiş olsun. Başlayaq. Test 1. Riyakar, ikiyüzlü, hiləgər, ümman böyük dəniz, okean düz. Niçbin kədərli, dərdli demək deyil. Niçbin xoş ovqatlı deməkdir. Gülər üzlü deməkdir. Ona görə C yanlışdır. 2-də ilxi ad toplusu düz. Liman bitki növü deyil. Liman dəniz körfəzi deməkdir. Ona görə B yanlışdır. 3. Gəmilərin düz yolla hərəkətini tənzimləyən işarə mayakdır. Bürc, qala çıxıntısıdır. Türbə, görkəmli şəxslərin qəbirləri üzərində ucaldılan tikilidir. Kurqan, üzəri 1 metr, 70 metr arası olan torpaqla örtülmüş qədim türk məzarıdır. Sərdabə də həmçinin yeraltı tikilidir. Yeraltı qəbir o mənadadır. Sonra 4. Biri meşədə kiçik açıq sahə mənasındadır. Açıq sahə mənasında olan tala olacaqdır. Yamaç dağın yan tərəfidir. Yarımada 3 tərəfdən su ilə əhatə olunub, bir tərəfdən isə quru ilə əhatə olunmuşdur. Sonra göl də deməli su sahəsidir. Bunu da bilirsiniz. Ada isə hər tərəfdən su ilə əhatə olunmuş torpaq sahəsidir. Göl də təbii qapalı çökəklikdə yerləşən su sahəsidir. Ona görə olacaq cavab B. 5. Hansı cərgədəki sözlərin leksik mənası yoxdur? Sözün leksik mənası o deməkdir ki, yəni o söz deyilərkən ilk olaraq ağla gələn məna hansı ifadəni nəzərdə tutulur, o deməkdir. Axı deyəndə nəsə məna başa düşürükmü? Xeyr, kaş, dəkdə onu kimi. Amma kitab, həyat, bunlar deyəndə nəsə başa düşürsən, kitab oxunmaq üçün vəsait. Sonra dəniz görürük ki, nədir? Su sahəsi, dünya, insanlar, sonra səma, göy cisimləri və s. Görkəm də insanın zahiri xüsusiyyəti. Belə bilməyəndə də hər variantdan birini çıxdaş eləməklə tapa bilərsiniz. B-dən məsələn kitabla həyatı çıxdıq. C-dən görkəmi cəldi çıxdıq. D-dan qədəri qoşma kimi çıxa bilmərik. Həmçinin kimini. Amma kimini əvəzlik, qeyri-müəyyən əvəzlik kimi. Qədəri isim, talim, müqəddərat mənasında. Dənizi də bilirsiniz. E-dən də üçünün də təkcənin həm qrammatik mənası ola bilər, həm də leksik mənası təkcə qızımdır, o mənim təkcə qızımdır desəm, burada tək sifət C ədat olacaq. Amma desəm ki, təkcə sənə güvənirəm, təkcəni bircə ilə yalnızla əvəz eləyəndə olacaq yalnız ədat. Yəni, E-də də onsuz pozğunluq var. Dünya ilə səma leksik mənası olan sözdür. Ona görə qalır A variantı. Axı, kaş yalnız ədat olur, dək də qoşma olur. 6. Hansı sözlər homonimlik yarada bilir? Çat, biri var yerdə olan çat mənasında isim. Bir də var nəyəsə gedib çatmaq mənasında feil. Qat da biri var nəyinsə layları qatı mənasında. Bir də var deyirəm ki, nəyisə o biri şeyə qatmaq o mənada. Deməli oldu A variantı cavab. O birilərdə isə B, C, D-də ümumiyyətlə homonimlik yoxdur. E-də isə yalnız yaz sözüdür. 7. Bir köksdən yuxarı abidə mənasıdır. Köksdən yuxarı abidə mənası olan büstdür. Büst. Postamentdə heykəl mənasını verir. İbadət pərəstiş edilən heykəl növüdür. Sonra barelyefdə daş və ya tuncdan yaradılan insan heykəlinin, insan və yaxud heyvan heykəlinin sürətidir. Postamentdə dedik ki, heykəlin alt olan hissəsidir. 8.
Ecazkar sözünə aid düzgün cavabı müəyyən edin. Səs sözündən əvvəl işlənərək frazeoloji birləşmə yaradır. Xeyr. Çünki burada ecazkar səs, hansı səs? Aslı və əsas tərəf olur. Hər ikisinə sual vermək olur, amma frazeoloji birləşmələrdə əsas və aslı tərəf olmur. Qəribə möcüzəli mənasındadır. Bəli, deməli C cavabı olacaq doğru cavab. Digərləri isə yanlışdır. Nakəm sözü ilə bağlı səhv fikri göstərin. Sinonimlik yarada bilir. Nakəm necə sinonimlik yarada bilər? Köhnəlmiş söz deyil, bəli, tək mənalıdır. Omonim kimi işlənə bilmir. Bəli, leksik mənasına görə arzusuna çatmayan deməkdir. Arzusuna çatmayan onun leksik mənasıdır uşaqlar. Sinonimi deyil. Sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Ona görə deməli, ancaq onun leksik mənasıdır. 10. Mülahizə sözünün leksik xüsusiyyəti ilə bağlı səhv fikirdir. Sinonimi mübahisə sözüdür. Xeyr. Fərziyyə sözü ilə sinonimdir. Düzdür. Leksik mənasına görə mülahizə irəli sürülən fikir deməkdir. Mübahisə isə hansısa bir mövzu ətrafında olan iki nəfərin deməli, hansı bir mövzu haqqında mübahisə etməsidir. Yəni, biri o birinin fikrini bəyənməməsi. Omonimlik yarada bilmir. Bəli, tək mənalıdır. Bəli. Deməli, səhv cavab olacaq A variantı. 11. Qazanc sözünün leksik xüsusiyyətlə bağlı səhvi. Leksik mənasına görə nəyinsə əldə edilməsi demək, doğru. Gəlir ilə sinonimdir, doğru. Termin deyil. Termin o deməkdir ki, yəni müxtəlif sənət, peşə sahələrinə aid olsun. Qazanc hansı ixtisasa aiddir, heç bir ixtisasa aid deyil. Ona görə C yanlışdır. Sonra möhtəşəm sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Möhtəşəm ümumişlək sözdür. Möhtəşəm, bəli, yəni hamı tərəfindən başa düşülür. Mötəbər sözü ilə antonimdir. Xeyr. Mötəbər sözü keçən hörmətli adam deməkdir. Möhtəşəm də əzəmətli, böyük mənasını ifadə edir. Ona görə B variantı yanlışdır. 13. Hiddət sözünün leksik xüsusiyyətlə bağlı səhvi müəyyən edin. Omonim deyil, bəli, köhnəlmiş söz deyil. Niyə ki, hiddət deyəndə bilirik ki, qəzəb nəzərdə tutulur. Ona görə B yanlışdır. 14. Məxfi sözü ilə bağlı səhvi müəyyən edin. Məxfi xəlvət sözünün antonimi yox, sinonimidir. Ona görə A variantı yanlışdır. 15. Hansı sözün leksik mənası düzgün ifadə olunmayıb? Abstrakt konkret izahı olan əksinə mücərrəd mənanı ifadə edən deməkdir. Ona görə A yanlışdır, digərləri isə doğrudur. 16. Burada deyir düzgün izah olmuşdur. Lətafət, incəlik, zəriflik, bəli, düzdür. Qafiyə yaxın mənalı sözlər yox. Eyni səsli sözlər, yaxın və oxşar səsli sözlər nəzərdə tutulur. Yaxın, eyni, oxşar səsli sözlər nəzərdə tutulur. Omonim yazılışı eynidir, mənası müxtəlifdir. Mətin iradəli, dözümlü deməkdir. Hər hansı bir əsərdən olan parça iysiz yazılır, mətn yazılır. Təvazökar loğu özündən razı yox, əksinə sadə nəzərdə tutulur. Sonra 17. Məna baxımdan məntiqi ardıcıllığı gözləməklə cərgəni tamamlayın. Şanlı, şöfqətli, şöhrətli nə olacaq? Şərafətli. Deməli, E variantı gedəcəkdir. Yəni, sinonimlikləri nəzərdə tutur. 18. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? Abzas mətnin bir sətr başdan o bir sətr başına qədər olan hissə düzdür. Təkəbbürlü lovğa düzdür. Astrolog göy cisimləri haqqında elm deyil. Əksinə, astrolog göy cisimlərini öyrənən insana deyilir. Ulduzçu deməkdir. Ona görə C variantı yanlışdır. 19. Yarımada 3 tərəfi su ilə əhatə olunan quru sahə doğrudur. Sabit A variantı doğrudur. Sabit dəyişkən yox, əksinə dəyişməyəndir. Ötrü üçün deməkdir. Sənət, peşə ixtisas olan söz də T ilə yazılır. Sənət.
Sənəd isə bu dokument dediyinizdir. Sonra qadirlik, bacarıqsızlıq yox, əksinə qabiliyyəti olan deməkdir. 20. Mükalimə sözün leksik mənası mükalimə, yəni iki şəxs arasında söhbət deməkdir. D variantı. 21. Tənənin leksik mənası ilə bağlı doğru fikir. Danlaq, məzəmmət, kinayə deməkdir. Bəli, A variantı elə doğrudur. 22-də uşaqlar sözün, testin quruluşu yanlışdır. Deməli idi ki, birinin leksik mənası yanlışdır. Cavabda A verilib, lakin A-nın qarşısındakı açıqlaması ona aid deyil. Elzamiyyət bir işi yerinə yetirmək üçün başqa yerə, iş dalınca getməyə deyilir. Məzuniyyət isə məzuniyyətə çıxaraq istirahətə getmək isə məzuniyyət adlanır. Digərləri isə doğrudur. Flora bir yerin, hər hansı bir yerin geoloji dövrün bitki aləmi, etiket malın, eksponatın üstünə yapışdırılan onun adı olan yarlıq, əmlak mülklər, etina artıq diqqət yetirmə, bəli. 23. Bəndlərin birində açıq sözlü mənası ilə bağlı uyğunsuzluq yaradır. Açıq, sahibsiz, yəni deyir sahibsiz, deyir idarəmizdə 3 açıq yer var, yəni idarəmizdə 3 sahibsiz yer var. Bu mənanı ifadə edir. Qapalı olmayan açıq pəncərədən, yəni pəncərə qapalı deyil də açıqdır. Açıq pəncərədən ətrafı seyr edir. Doğru. Azaltma əlaməti. Qızın açıq sarı saçları var. Doğru. Müdafiəsiz, yəni cəbhənin açıq yerlərinə, yəni müdafiəsiz yerlərinə qüvvə göndərmək lazımdır. Doğrudur. Gizli olmayan səhər saatlarında bu yol açıq olur. Bu isə gizli olmayan səhər saatlarında deyir bu yol açıq olur. Gizli deyil, uyğun gəlmir, nəsə uyğunsuzluq olur. Necə deyirsən ki, səhər saatlarında bu yol gizli olmur. Elə bir şey olmur axı, bu yol gizli olmur. Uyğunsuzluq yaranır mənada. 24. Bəndlərin birində dünya sözün mənası ilə cümlədə işlənmə arasında uyğunsuzluq vardır. İctimai quruluş gətirmək tazə üsluba gərəkdir köhnə dünyanı, yəni dövlət mənasında başa düşür burada. Yer kürəsi, hər ürəyin öz dünyası var. Ürəkdə deyə bilərsən, yer kürəsi var. Yox, bu mənəvi dünyadan söhbət gedir qarşısındakı cümlədə. Ona görə B ilə uyğunsuzluq yaradır. Deməli, B variantı yanlış olacaqdır. Baxın, C-də görürsünüz, mənəvi dünyadan söhbət gedir. Doğrudur. D-də bütün aləm, yəni bütün dünya. E-də də xalq, cəmaatı nəzərdə tutur. 25. Sillogizmə əsasən nöqtələrin yerinə uyğun fikri müəyyən edin. Sillogizmdə 2 fikir verilir və o 2 fikirdən sən ortaq məxrəcə gəlib bir fikir çıxarmalısan. Leksik mənası olan sözün qrammatik mənası da var. Vətən sözünün leksik mənası var. Deməli, vətən sözünün qrammatik mənası var. D olacaq cavab. Limon, liman sözlərinin leksik xüsusiyyəti ilə bağlı səhvi müəyyən düzgünün fikri müəyyən edək. İkisinin də leksik qrammatik mənası var. Bəli, leksik məna dedikdə onun ifadə etdiyi mənadır. Qrammatik məna isə hansısa nitq hissəsi olmasıdır. Sözlərdən biri arxaikləşmişdir, heç bir arxaikləşməyib. Bir əşyanın adı digər əlamətini bildirir. Yanlışdır, hər ikisi əşyanın adını bildirir. İkisi də əsas nitq hissəsidir, bəli, ikisi də isimdir. Sözlərin ikisi də çox mənalıdır, xeyr, tək mənalıdır. Çünki limon, liman deyəndə yalnız bir həqiqi mənada olan sözlər başa düşülür. Ona görə cavab D. 27. Biri torpaq, ağac və daşdan düzəldilmiş qədim süni təpə. Bayaqki testimizdə var idi. Deməli, cavabı nə olacaq? Kurqan olacaqdır. Sonra 28. Bunlardan bir yeraltı qəbir mənası sərdabədir. B variantı. Biri vaxtı ilə hal tərəfindən seçilən kəndin inzibati işlərini idarə edən adam onlara kətda deyilirdi. Kətda. Kvartal polisə deyilir və yaxud ilin 4də 1 hissəsidir.
Yasavul da polis nəfəridir. Murov hökumət məmurudur. Mülkədar da xüsusi mülkiyyət sahib olan insan. 30. Biri qədim şəhər hasarları üzərində tikilən müşahidə yeri mənasındadır. Olacaq bürc. Hasar barı deməkdir. Mayak o dənizdə gəmilərə işarə verilən yer. Sonra minarə azan vermək üçün ucaldılan qüllə deməkdir. Qalanı da bilirsiniz. 31. Biri çətin dağ zirvələrinə çıxan adama nə deyilir? Alpinist deyilir. Zəvvar ziyarətə gedib gələn adamdır. Səyyah da ölkə xaricində gəzən, səyahətə çıxan adama da səyyah deyilir. Sonra 32. Biri hərbçilərin bayram şərəfinə keçilən təntənəli keçidi mənasındadır. Olacaq parad. İxtişaş, üsyan, bunlar ixtişaş qarışıqlıq deməkdir. Üsyan silahlı çıxış və yaxud əhalinin ayaqlanmağı, yəni üsyan etməsi, yürüyüş, nümayişi də bilirsiniz. 33. Biri öz fikrini sübut etməyə çalışanlar arasında başlanan bəhs mübahisə deməkdir. Müsahibə sual-cavabdır. Müşavirə iclasdır. Mükalimə söhbət etməkdir. Dialoqda yenə iki nəfərin söhbətidir. 34. Biri müəyyən işlə əlaqədar səfərə göndərilmə mənasındadır. Ezamiyyət. Bax, ay uşaqlar, 34 ilə 22-ci testdə baxın. 22-də görürsünüz, qarşısına yazılıb məzuniyyətə çıxaraq istiqamətə getmək ezamiyyətin qarşısında. Amma 34-də nə verir? Müəyyən bir işlə əlaqədar səfərə göndərilməsi mənasındadır. Bu testdən də bizə aydın oldu ki, deməli, test 22-də testin şərti biri yanlışdır olmalıydı. 35. Biri çoxlu at mənasındadır, ilxıdır. Naxır inək camış çoxluğuna deyilir, sürü qoyun çoxluğuna deyilir. 36. Təvazökarın düzgününü tapaq. Çox mənalıdır, xeyir, köhnəlmişdir, xeyir. Antonimi lovğa sözüdür. Bəli, antonimi lovğa sözüdür. 37. Mənfəət sözünün leksik xüsusiyyəti ilə bağlı düzgün cavabı müəyyən edin. Homonimdir, xeyir. Həm leksik, həm qrammatik mənası var, bəli. Maaş sözü ilə sinonimdir, xeyir. Antonimi zərər, ziyan sözlərdir, doğru. Leksik mənası fayda, qazanc deməkdir, doğrudur. Sonra 30, deməli 37 oldu, B cavab. 38. Bivəfa sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Sadiqin antonimidir. Bəli, leksik mənaya malik düz, tək mənalı düz, homonim kimi işlənə bilmir düz. Sinonimi yoxdur deyir, xeyir, sinonimi etibarsız sözüdür. 39. Topçularımızın atdığı mərmi düşmən cəbhəsini yerlə yeksan etmiş cümləsində xəbərin ifadə etdiyi leksik mənaya uyğun gələn hansıdır? Xəbərimiz nədir? Yerlə yeksan etmək. Yerlə yeksan etmək də nə deməkdir? Yəni darmadağın etmək, C variantı. 40. Nailiyyət sözünün leksik xüsusiyyətlə bağlı səhvi. Var dövlət, sərvət sözlərlə sinonimdir. Xeyr, nailiyyət var dövlətlə sinonim deyil. Nailiyyət nəyisə nail olmaq deməkdir. Məsələn, insanın savad baxımından da nailiyyəti olar, savadlı olar insan, lakin var dövləti olmaz. Ona görə A variantı yanlışdır. Homonimi yoxdur, düzdür. Leksik mənası görə uğur, müvəffəqiyyət demək düzdür. Antonimi yoxdur, tək mənalı sözdür, doğru. 41. Qalibiyyət sözünün leksik mənası ilə bağlı xüsusiyyətləri, düzgün fikri müəyyən edin. Köhnəlmişdir, yox. Sinonimi var, qalibiyyət, müvəffəqiyyət, uğur, bəli. Antonimi vardır, bəli, qalibiyyət, məğlubiyyət də olacaq antonimi. Homonim kimi işlənə bilir, yox. Qabiliyyət sözünün sinonimidir, xeyr. Qabiliyyət başqa şeydir, qalibiyyət başqa şey. Qabiliyyət istedad bacarıqdır, qalibiyyət isə hər hansı bir işdə uğur qazanmaq. Qabiliyyət indi olacaq, deməli, müstəqil leksik mənaya malikdir, doğrudur. D cavabı 41-də. 42. Qabiliyyət sözünün leksik xüsusiyyətlə bağlı səhv fikir müəyyən edin. Leksik mənası bacarıq deməkdir. Bacarıq deməkdir, bəli, bizə səhvi soruşur. Köhnəlmişdir, xeyr, bunu götürürük. Sinonimi yoxdur. Qabiliyyət, bacarıq niyə yoxdur ki, var?
Omonim kimi işlənə bilmir, doğru. Qalibiyyətlə antonimdir, yanlış. 2, 3, 5 yanlış fikirlərdir, C variantı. 43. Ədalət sözünün leksik xüsusiyyətinə görə səhvi müəyyən edin. Ümumilikdir, düz. Antonim ətalət sözdür, səhvdir. Ətalət tənbəllik deməkdir. Ona görə B yanlışdır. Sonra 44. İstehza. Antonimi yoxdur. Antonim niyə yoxdur? Tərif var. Köhnəlmiş sözdür, xeyr. Niyə köhnəlib ki? İndi də işlənir də. İstehza, ironiya, rişxənd və s. Ona görə B yanlışdır. 45. Marif. Köhnəlmiş söz deyil, düzdür. Omonim deyil, düz. Bilik vermə, təhsil, savadlanma demək, düz. Savadsız, biliksiz sözlərlə antonimdir, xeyr. Savadsız, biliksiz ümumiyyətlə sifətdir, marif isə isimdir. Ona görə D o baxımdan da yanlışdır. 46. Tənə sözün leksik cəhətdən təhlilə bağlı səhvdir. Omonim kimi işlənə bilmir, doğru. Cəza, əzab sözlə sinonimdir, xeyr. Tənə rişxənddir, danlaqdır, məzəmmətdir. Onlarla sinonimdir. Bax, C variantında da verir. Deyir ki, danlaq məzəmmətlə yaxın mənalıdır. Ona görə B yanlışdır. 47. Sevinç, səhvi tapaq. Antonimi qəm, kədər düzdür. Ümumiliklər düzdür. Omonimi yox, düz. Leksik mənasına görə şadlıq, fərəh düz. Çox mənalı yox, tək mənalı sözdür sevinç sözü. Keçək 48-ə. Lətafət sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi müəyyən edin. Tək mənalıdır, termin kimi işlənmir, incəliklə sinonim, doğru. Amma köhnəlmiş söz deyil, incəlik, lətafət, gözəllik indi də işləndiyinə görə köhnəlmiş yox, ümumiliklər sözdür. 49. Məlumat. Leksik qrammatik mənaya malik, antonimi yox, omonim deyil, termin kimi işlənə bilmir. Sinonimləri əhvalat, sərgüzəşt sözləridir. Bəli, sinonimi əhvalat, sərgüzəşt sözləridir. Sinonimləri əhvalat, sərgüzəşt. Xeyr, uşaqlar. Bizdən səhvi deyir, soruşun. Sinonimi əhvalat, sərgüzəşt deyil. Məsələn, nəsə haqqında məlumat almaq o demək deyil ki, o əhvalatdır, hər hansı bir əhvalatdır. Əhvalat hadisədir. Amma məlumat isə nədənsə bir məlumatın olur sənin. Məsələn, əhvalat geniş olur. Məlumat isə kiçik bir xarakterli də daşıya bilər. Məsələn, deyirsən ki, mənim isim haqqında məlumatım var. Amma deyə bilərsənmi bu hadisədir? Xeyr. Ona görə deyə bilərsənmi bu əhvalatdır? Xeyr. Ona görə E variantı yanlışdır. ABCD isə doğrudur. 50. Maaş sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi müəyyən et. Omonim deyil, leksik mənasına görə əmək haqqı deməkdir. Arxaik yox, ümumiliklər sözdür. Ona görə C yanlışdır. 51. Zəif. Omonim deyil, bəli. Leksik mənasına görə gücsüz deməkdir. Bəli. 3. Tək mənalıdır. Xeyr, zəif düşüncə ola bilər, zəif iradə ola bilər. Bu mənada çox mənalıdır. Ona görə 3 yanlışdır. Qorxaq, cəsarətsiz sözlərlə sinonimdir. Xeyr, elə insan olur ki, zəifdir. Məsələn, deyirsən ki, üfürsən yıxılar. Amma heç də qorxaq deyil. Ona görə 4-də yanlışdır. Antonimi yoxdur. Antonimi yoxdur deyil. Niyə yoxdur ki? Zəif, gücsüz ola bilər antonimi. Sonra 52. Əhvalat sözünün leksik xüsusiyyəti ilə bağlı hansı səhvə yol verilmişdir? 51-də C oldu. Əhvalat sinonimi yoxdur. Sinonimi yoxdur deyir. Niyə ki? Termin kimi işlənmir, düz. Antonimi yoxdur. Düz, leksik qrammatik mənaya malikdir, omonim deyil, düz. Deməli, sinonimi yoxdur variantı yanlışdır. Əhvalat, hadisə, sərgüzəş kimi sinonimləri var. Sonra 53. Mehriban. Homonim deyil, bəli. Səmimi, istiqanlı ilə sinonim düz. Tək mənalı düz. Hamı tərəfindən başa düşülür düz. Antonimi yoxdur deyir, var. Antonimi kobud sözüdür. 54. Mətin. Mətin yazılı nitqin bir parçasıdır. A variantıdır.
Digərləri B, C, D, Y mətindir, i ilə olandır. 55. Xərclənən vəsait mənasında olacaq məxaric. Mədaxil daxil olunandır. Əmlak deməli hər hansı bir mülk növüdür. İstehlakçı nəyisə istehsal edən, malikanə də əmlak olan yer. 56. Hansı sözün mənası düzgün göstərilməyib? Güney, cənub, gün düşən yer doğru. Niskil, ürəkdə qalan məmnuniyyətsizlik, qüssə doğru. Müsahibə bəhs sözündəndir, höccətləşmə mənasındadır. Xeyr, müsahibə o intervyu deyirsiniz, kimdənsə sual cavabdır, odur. D. Mətin möhkəm, sarsılmaz, mətanətli, mətin yazı nitqin parçası doğru. 57. Hansı sözün mənası düzgün göstərilməyib? Təcavüzkar, qəsbkar, başqasının torpağına göz dikən düz. Turizm, istirahət, tanışlıq məqsədli edilən səyahət düz. Tərənnüm həm müsbət, həm mənfi cəhətləri göstərmək. Tərənnüm həmişə müsbət mənada işlənir. Mənfi cəhətləri göstərən tənqiddir. Tərənnüm isə həmişə müsbətdir. D. Ötəri, səthi, gözücü, düzdür. Ötürü, səbəb, məqsəd qoşması, üçün qoşmasının sinonimi doğru. 58. Hansı bənddə stenografiya sözünün leksik mənası düzgün göstərilib? Stenografiya xüsusi işarələrlə sözləri cəld yazma üsuludur. B variantı olacaqdır. 59. Hansı bənddə təəssürat sözünün leksik mənası düzgün göstərilmişdir? Təəssürat əşya və hadisənin insan şüurunda buraxdığı iz. D variantı. 60. Sözlərdən birinin izahı düzgün göstərilməmişdir. Labirint, dolambac, dolaşıq yolları olan tikili düz. Rubrika, kitab, qəzet, jurnallarda təkrar olunan başlıq bölmə düz. Eksponat, sərgilənən, nümayiş etdirilən əşya doğru. Flora, heyvanat yox, təbiət aləminə deyilir. Flora təbiətdir. Ona görə D variantı yanlışdır. 61. Metonimiya ad dəyişmə deməkdir. Köçürmə mənasını verən metafordur. Ona görə B variantı yanlışdır. 62. Güləri sözü köhnəlmiş deyil, ümumişlək sözdür. Ona görə A variantı yanlışdır. Sonra 63. Qəm sözünün leksik xüsusiyyəti ilə bağlı yanlışı müəyyən edin. Kədər, qüssə, dərdlə sinonim doğru. Antonimi şad demək deyil. Niyə uşaqlar? Çünki şad sözü sifətdir, qəm isə isimdir. Ona görə olmaz. 64. Güney. Güney, gün düşən yer deməkdir. Antonimi quzeydir, doğru. Şərq sözü ilə sinonimlik yaradır. Bu yanlışdır. Ona görə C səhvdir. Quzeyin indi səhvini soruşur. Deyir, antonimi yoxdur. C-də antonimi güneydir də. Eyni şeyləri neçə dəfə verirlər. 66. Tərəf sözünün izahı ilə bağlı səhvi müəyyən edin. Antonimi yox, düz. Lüğəvi mənası cəhət, istiqamət. Arxaik deyil, sinonimi yoxdur. Sinonimi tərəf, doğru, qarşı sözləridir. Ona görə D variantıdır. D variantı yanlışdır. Sonra 67. Əslində bu tərəf sözünün tərəf sözündə lüğəvi mənası cəhət, istiqamət mənasında deməkdirsə, sinonimi yoxdur deməsi burada artıq bir-birinə neynir? Görsən ki, bir-birinə qarşı olur da. Qoşma kimi olanda qarşı doğru olacaq sinonimi. Amma isim kimi olanda da hər hansı bir cəhət, istiqamət nəzərdə tutulur. Sonra 67. Tanrı sözünün leksik mənası ilə bağlı səhvi. Köhnəlmiş deyil, Allah sözlə sinonim tək mənalıdır. Antonimi vardır, Allahın nə antonimi olacaq? Ona görə D yanlışdır. 68. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Bizə bircə xal lazımdır. Bu oyunda olan xaldan söhbət gedir. Xal üzünə xüsusi yaraşıq verirdi. Bu üzdə olan xaldır.
Deməli, görürük ki, iki müxtəlif mənadır, lakin eyni söz, eyni vurğu, eyni başlanğıc formadır. Bu nə olacaq? Homonim sayılacaq. Buradan bizə bir qarış yoldur. Bu məsafə vahidi bildirən qarışdır. Əvəzin işinə qarışmaq olmaz. Bu da feildir. Olacaq homonim. 69 da 12 mi? Yaş öz işini görür. İnsanın yaşı. Paltar yaş idi. Bu da sifət mənasında nəmdir. Yaman ov həvəskarısan. Bir də deyirsən ki, ovmaq. Bunlar da görürük ki, müxtəlif mənadırsa olacaq. 69 homonim. 70. Biri sərgilənən sərgidə nümayiş etdirilən əşya elə olacaq nə? Eksponat. Eksponat olacaq. Deməli, ekskluziv xüsusi bir şey deməkdir. Eskiz əl ilə çəkilmiş tam olmayan bir rəsmdir. Eskalator pilləkən şəkilli qaldırıcı nəqliyyat qurğusudur. Elevator da yük qaldıran maşındır. 71. Biri çiğdi təmizlənmiş pambıq deməkdir. Olacaq mahlıc. Mahlıc çiğsiz pambıq deməkdir. Mahlıc. 72. O birləri də deyim. Atlas bu parça növüdür. Kətan da üzərinə rəsm çəkmək üçün bir parça növüdür. İpəyi də bilirsiniz ki, o da elə bir parça növüdür. Mahudu da dedik. 72. Hansı sözün leksik izahı verilməmişdir? Danlaq, məzəmmət olacaq nə? Tənə, bir beyə gedəcək. İnkişaf, dəyişmə, yeniləşmə təkamüldür. Hərbi xidmətdən buraxılma, tərxisdir. Coğrafi ad toponimdir. Qalır təminat C variantı. Təminat nəyisə təmin etmək. 73. Hansı sözün leksik mənası verilməmişdir? Qəbul etmə, bəyənmə. Bu deyirsən ki, bu iş təqdirə layiqdir. Yəni qəbul ediləndir. Təqdir o mənada yadınızda saxlayın. Təqdirdir. Məlumatın yalan olduğunu bildirmək mətnlərdə də qarşınıza çıxır ki, bu fikri hansı cümlə təksib edə bilər, yəni yalan olduğunu bildirə bilər. Ondan yadda saxlayın. Təhdid, qorxutma, hədələmədir. Başqasının hərəkətini, danışıq tərzini təkrar etmək təqliddir. Təhrik isə yoxdur burada. Təhrik də o deməkdir ki, bir işi görməyə həvəsləndirmək. Deyək ki, sən onu bu işə təhrik et ki, o da həvəslənsin. 74. Ehtiram sözünün leksik təhlilindəki səhvi müəyyən edin. Ehram sözü ilə sinonimdir. Xeyr, ehram Misirdə fironların sərdabəsidir. Ehtiram isə hörmət mənasını bildirir. Ona görə A yanlışdır. 75. Rişxət sözünü. Homonim kimi işlənə bilmir. Sinonim istehsadır. Antonimi yoxdur. Tək mənalıdır. Riqqət sözü ilə deyir sinonimdir. Xeyr, riqqət ürək yumşaqlığı, şəfqət deməkdir. Ona görə yanlışdır. Rişxət isə istehsat tənədir. Sonra bəxşiş sözünün leksik təhlili ilə bağlı səhvi müəyyən edilir. Hədiyyə ərmağandır, düzdür. Sonra homonim deyil, termin kimi işləmir, çox mənalı yox, tək mənalı sözdür. Ona görə də yanlışdır. 77. Eyni nitq hissəsinə aid homonimdir. Termin kimi işlənə bilir, çox mənalı sözdür. Bu olacaq burun sözü. Burun coğrafiyada termin kimi gedir. Krafinkanın burnu, insanın burnu kimi çox mənalı olur. O çox mənalı olur. Bir də termin kimi, insanın burnu kimi olacaq homonim. Dar sözü, dar. Dar termin kimi olmur. Amma çox mənalılıq və homonimliyi olur. Dar ağacı, bir də dar yer mənasında homonimdir. Dar düşüncə isə çox mənalıdır. Darğa ancaq tək mənalıdır. Bağ da, bağ homonimdir, amma çox mənalılığı yoxdur. Nə də termin kimi işlənmir. 78. Verilən fikirləri hansı sözə aid etmək olar? Müxtəlif nitq hissəsinə aiddir. Termin kimi işlənə bilmir. Tək mənalı sözdür. Deməli, bunlardan müxtəlif nitq hissəsinə aid. Yolu götürə bilərik, yolmaq, bir də gedilən yol. Termin kimi işlənə bilmir, bu da düzdür. Amma tək mənalı yox, çox mənalıdır. Məsələn, deyirsən həyat yolu. Həyat yolu mənasında artıq çox mənalılığa gedir. Ona görə bu çıxdı. Nəticə
müxtəlif nitq hissəsinə aid homonim deyil, eyni nitq hissəsinə aiddir, çıxdın. Bal da yenə müxtəlif nitq hissəsinə aid deyil, eynidir. Surət də onu kimi, amma anmaq, bir də hər hansı bir vaxt əhatə eləyir. Deməli, homonimdir, termin kimi işlənmədi, tək mənalı oldu. Sonra 79. Köhnə sözlüyünə baxaq. Ümumişləkdir, düzdür. Çox mənalıdır, köhnə fikirlər, bəli. Termin kimi də işlənir, xeyr. Antonimi müasir sözüdür. Antonim müasir sözdür, bəli. Sinonimi yoxdur, niyə köhnə, qədim. Homonimliyi vardır, xeyr. Deməli, 3, 5, 6 yanlışdır. Rubrika, kitab, qəzet, jurnallarda təkrar olunan başlıq bölmə, düzdür. Labirint, dolambac, dolaşıq yolları olan tikili, düz. Fauna hər hansı bir ərazinin bitkilər aləmi yox. Fauna heyvanlar aləmidir. Ona görə C yanlışdır, digərləri doğrudur. 81. Almaq feilinin ifadə etdiyi məna çalarların ardıcıllığını müəyyən edək. Keçən həftə göndərdiyim məktubu bugün aldım. Keçən həftə göndərdiyim məktubu bugün aldım. Yəni, bugün qəbul etdim, götürdüm. Neftdən alınan məhsullardan məişətdə geniş istifadə olunur. Yəni, neftdən alınan, neftdən istehsal olunan məhsullarda 3 gedəcək. Başını duman alan dağları seyr etməkdən doymurdu. Yəni, başını bürüyən, əhatə edən dağları. Bir çox kəndləri, şəhərləri alan sərkərdə indi çətin vəziyyətə düşmüşdü. Bu da yəni zəbt etmək mənasındadır. Olacaq 2, 3, 4, 1. 82. Keçmək feilinin ifadə etdiyi mənaya baxaq. Xaricdə təcrübə keçmiş tələbələr bu həftə vətənə qayıdacaqlar. Yəni, təcrübəni başa vuran tələbələr, yerinə yetirən tələbələr o mənadadır. Bu küçəni keçəndə ehtiyatlı olun. Yəni, bu küçədən o biri küçəyə gedəndə, yerinizi dəyişəndə, irəliyəndə və s. 1. İlqar qarşı komandaya keçəndən sonra biz məğlub olduq. Yəni, İlqar qarşı komandaya qoşulanda, birləşəndə 3. Musiqiyə, şeirə həvəs ona atasından keçmişdi. Yəni, ötürülmüşdü. Bu da olacaq 4. 2, 1, 3, 4. 83. Mərci sözü ilə səhvi müəyyən edin. Çox mənalı deyil, antonimi yoxdur, homonimi vardır. Homonimi hardadır? Paxlalılar fəsləsindən olan dənli bitkidir, düzdür. Həm leksik, həm qrammatik mənası var, düzdür. 84. Hansı sözün leksik mənası düzgün verilməmişdir? E-dən başqa digərləri doğrudur, oxumağa ehtiyac yoxdur. Subyekt üzərində iş görülən əşya yox. O, obyekt üzərində iş görülən əşya. Subyekt işi icra edən şəxsdir və yaxud əşya da ola bilər. Məsələn, deyirsən ki, təkcə şəxs nəzərdə tutulmur. Subyekt işi icra edən əşya da ola bilər. Məsələn, deyirik ki, ağaclar yarpağını yerə tökdü. Burada insan yoxdur ki, ağacdır. Amma ağac burada subyektdir. Sonra və yaxud qapı qurumuşdur. Burada da yenə subyekt olan qapıdır. Lalə dərsdən gəldi. Dərsdən gələn Lalədir. Bu da subyektdir. Amma desəm ki, obyekt nə zaman olur? Qapını rənglədilər. Burada artıq subyekt yoxdur. Qapı sözü obyektdir. Üzərində iş icra olunan obyekt adlanır. 85. Anarxiya, hərçməslik, qarşılıq. B. Yenə fəaliyyəti icra edən əşya yox. Üzərində icra olunan əşyadır B. Ona görə yanlışdır. 86. Bəndlərlə bağlı fikirlərdən biri səhvdir. Dolaşırsan yenə gendə, saçlarına düşdü dəndə. Bir yol səni düşünəndə, min yol ağlım çaşır mənim. 4-cü misrədə frazem işlənib. Ağlım çaşmaq, bəli. Dolaşırsan sözü gəzmək sözünün sinonimidir, düzdür. Yəni, məndən gen gəzirsən. 2-ci misrada saç sözünün homonimliyi var. Bəli, saç, saçmaq. 4-cü misradakı ağlım çaşır ifadəsinin frazeoloji sinonimi dəli olmaqdır. Xeyr, dəli olmaq mürəkkəb feildir və mürəkkəb feildə bir leksik vahid deməkdir. Ona görə frazeoloji birləşmələrdə iki müstəqil leksik vahid olan söz lazımdır. Ona görə də D variantı yanlışdır.
87. Sizə mənim canım qurban, yad əllərdə qalan dağlar. Vallah elə biz də sizsiz talan olduq, talan dağlar. 4-cü misrada evi dağılmaq ifadəsinin frazeoloji sinonim işləmişdir. Xeyr, yenə deməli talan olmaq mürəkkəb feildir. Evi dağılmaq isə frazemdir. Ona görə bunlar sinonim ola bilməz. 88. 88-də də deməli D variantı yanlışdır. Digərlər doğrudur, izaha ehtiyac yoxdur. Niyə yanlışdır? D, çünki baş sözünün homonimliyi yoxdur. Baş ancaq çoxmənalılıq yaradır. Sonra 89. Fikirlərdən biri səhvdir. İnci müxtəliflik hissəsinə aid homonim sözdür. Bəli, biri var inci, qiymətli, daşqaş mənası, bir də var incimək. Dolu homonimdir, sifət və isim kimi işlənir. Bəli, dolu yağdır, isim, vedrələr dolu idi, sifət. Gözün homonimliyi yoxdur. Göz ancaq çoxmənalı işlənir. Ona görə C variantı 89-da yanlışdır. 90. Boya, boyaq isimlərinin leksik mənaları ilə bağlı ortaq cəhəti müəyyən edin. Hər ikisinin homonim olaraq əşya və hərəkət bildirir. Boya homonimdir, isim və feil kimi, amma boyaq homonim deyil. Hər ikisi söz ancaq qrammatik mənaya malikdir. Xeyr, leksik mənalar var, çünki hər ikisi əsas nitq hissəsidir. Bütün üslubu məqamlarda bir-birini əvəz edə bilmir. Bəli, çünki boya feil mənası da var ona görə. 91. Verilən sözlərin hər üçünə aid ortaq cəhət. Doğru, qarşı yaz. Müxtəliflik hissəsinə aid homonimdir. Bəli, doğru sifət, zərf, qoşma kimi, qarşı da sifət, qoşma kimi, yaz, isim, feil kimi. A doğrudur. Sonra həm ümumiliklə, həm köhnəlmiş söz kimi işlənir, köhnəlmiş işlənmir, termin deyil. Yalnız qrammatik mənası yoxdur. Eyni nitq hissəsinə yox, müxtəlif nitq hissələrinə aiddir. Ona görə B, C, D, Y yanlışdır. 92. Sözlərin mənasını nəzərə alaraq ardıcıllığı müəyyən edin. Üstünlük, güzəş. Üstünlük, güzəş, imtiyaz deməkdir. Suyun axdığı yol, məcra deməkdir. Yumru şəkildə sarınmış ip, yumaqdır. Qanunla icazə veriləndə legaldır. Deməli olacaq A variantı. 93. Fərasət. Bacarıq sözlə yaxındır, düzdür. Termin kimi işlənir, xeyr. Sinonimi var, bacarıq, fərasət doğru. Homonim kimi işlənə bilmir, doğru. Antonimi fərsiz sözdür, xeyr. Fərsiz sifətdir, fərasət isə isimdir. Ona görə olmaz. 94. Zərif sözün leksik mənası ilə bağlı səhvi müəyyən edin. Antonimi kobuddur. Zərif, kobud, doğru. İncə sözlə yaxın mənalı, doğru. Tək mənalı yox, çox mənalıdır. Zərif düşüncələr, zərif anlar. Nəfis sözlə sinonimdir, doğrudur. Məktub, paket mənalarında işlənir. O zərfdir, i ilə işlənmir. Ona görə 3 ilə 5 yanlışdır. 95. Verilən sözlərdən hər üçünə aid ortaq xüsusiyyət. Ay, düz, tək, müxtəlif nitq hissəsinə aiddir. Ay, nida, isim, düz 5 dənə nitq hissəsi olur. Ədat, isim, sifət, feil, zərf kimi. Sonra tək də yenə 5 dənə nitq hissəsi olur. Ədat, tək sən lazımsan, tək gəlmişdir zərf, tək əldən səs çıxmaz sifət. Sənin tək qoşma, yerin təki, bu da olacaq isim. Çox mənalı sözlərdir. Ay çox mənalı deyil, ona görə çıxdıq. Termin kimi işlənə bilir, yanlışdır. Hər biri üçün, amma yox, düz üçün, düz tək termin kimi işlənə bilir deyir. Termin kimi. Düz tək işlənə bilər, amma ay yox. Həm leksik, həm qrammatik mənaya malikdir, doğrudur. Eyni nitq hissəsinə yox, müxtəlif nitq hissəsinə aiddir. Ona görə 5 də yanlışdır. Doğru olan 1, 4-dür. 96. Yanlışı müəyyən etdir. O nə eləsin ömrün bu ixtiyar yaşında? İxtiyar, yəni qocalıq mənasındadır. Antonimi cavanlıq sözüdür. Xeyr, çünki ixtiyar sifətdir burada. Ona görə bir yanlışdır. Homonim kimi işlənə bilir. Bəli, homonim kimi işlənə bilir. Yəni, ixtiyarım öz əlimdə deyil. Bir də qoca mənasında.
Qoca yaşa dolmuş mənasındadır. Doğru. Müxtəlif nitq hissəsinə aid homonimdir. Bəli. İsim sifət kimi termin kimi işlənə bilir. Xeyr. Deməli 1-dən 5 yanlışdır. 97. İtirmək. Təzə aldığı telefonunu tez-tez unudub evdə qoyurdu. Deyir, üslubu cəhətdən əvəz edilə bilən. Təzə aldığı telefonunu tez-tez itirib evdə qoyurdu. Olmur. Bir ay davam edən döyüşdə torpaqların bir hissəsini itirdilər. Olur. Sənədləri atasına göstərmək üçün yaxınlaşanda o itdiyi olmur. Dost ölümü ona həyatın vurduğu ən böyük itki idi. Olur. Sonuncu ümidi də piç olan ana kör peşman geri qayıtdı. Sonuncu ümidi də itən ana. Bu da olur. Deməli 2, 4, 5. 98. Altına xətt çəkilmiş sözün uyğunluğunu müəyyən et. Təhdid. Təhdid nə olacaq? Təhdidlər gedəcək B-yə. Qorxu, hədə. Təşviq. Təşviq. Bir işi görmək üçün dilə tutmaq, həvəsləndirmək. Əvvəlki testlərdə də var idi də bunlar. Təlqin. Təlqin öyrətmək, hər hansı bir fikri qəbul etdirmək üçün edilən təsir. Deməli 1-ə B, 2-yə A, 3-ə də C gedəcək. 99. Kədərli. Leksik mənaya malikdir, doğru. Homonim kimi işlənə bilir, xeyr. Qəmli, qüssəli sinonimdir, xeyr, antonimdir. Belə qəmli, qüssəli, kədərli, qəmli, qüssəli ilə sinonimdir, doğrudur. Mən nə dedim, çaşdım, üzrlə hesab edin. Antonimi sevincli sözüdür, doğru. Deməli 1, 3, 4 doğrudur. Qrammatik mənaya malik deyildir. Niyə ki, sifətdir də qrammatik məna baxımından. Ona görə 5-də yanlışdır. Doğru olanlar 1, 3, 4-dür. Sonra kökü qutarıq. Gəlirik 100-ə. Sərvət sözünün leksik xüsusiyyətlə bağlı doğru fikri müəyyən edin. Leksik mənaya malikdir. Düzdür. Var dövlətlə sinonim doğru. Homonim kimi işlənə bilir, xeyr. Antonimi yoxdur, doğru. Çox mənalıq yarada bilmir. Bu yanlışdır. Sonra 1, 2, 4 deməli olacaq, doğru. Sonra 101. 101 surət sözünü soruşur bizdə. Qəhrini çəkdiyim gülün surəti sakit xəyalımın gölünə düşdü. Eyni nitq hissəsinə aid homonimli olan sözdür. Bəli, obraz mənasında, bir də üz cizgisi mənasında, şəkil görünüş mənasında işlənib burada. Düzdür. 1 ilə 2 düzdür. Hələ ki sinonimi yoxdur. Üzü nəzərdə tutulur da. Bu niyə ki var? Termin kimi işlənmişdir, xeyr. Köhnəlmişdir, xeyr. Deməli 1 ilə 2 doğru olacaq 101-də. 102. Əhvalat, lətafət. Qrammatik mənasına görə isimdir. Bu ortaya yazılmalıdır. Hadisə sözü ilə sinonimdir. Bu 1-ə yazılmalıdır. Antonimi yoxdur. Antonimi yoxdur. Bu əhvalata aiddir. İncəlik, zərifliklə sinonimdir. Lətafətə aiddir. Homonim deyil, hər ikisinə aiddir. 1BC, 2D, 3AE. 103. Uyğunluğu müəyyən et. Həm isim, həm də feil kimi işlənə bilən homonim sözdür. Bu çapdır, çapmaq, bir də üstdə olan çap və yaxud hər yerdə, hansı bir yerdə olan çap. Sonra eyni nitq hissəsinə aid homonimdir, sifətdir, insan sifəti, bir də nitq hissəsi. Köhnəlmiş sözdür, heç biri. Yalnız qrammatik mənası olan söz kimi işlənə bilər. Belə, ədat kimi işlənə bilər. Termin kimi işlənə bilən sözdür, sifətdir. Deməli, 1D, 2A, 3BY. 104. Verilmiş sözlərin leksik mənasına əsasən uyğunluğu müəyyən edin. Cümlə üzvlərinin əlavəsindən işlənən uzun üfüqi xətt, bu tiredir, defis deyil. Bir sıra mürəkkəb sözlərdə, sözləri sətirdən sətrə keçirdikdə, məqamlarda istifadə edilən kiçik xətt defisdir. Tarix, incəsənət abidələrini, elmi, təbii eksponatları toplayıb, mühafizə, nümayiş etdirən müəssisə bu muzeydir. Qədim sənətlərin, yazılı abidələrin saxlandığı müəssisə arxivdir. Elmi, bədii, tarixi əhəmiyyət olan şeyləri müəyyən sistem üzrə düzülmüş toplusu. Bu da kolleksiyadır. Deməli, 1B, 2D, 3E olacaq. 3E. Sonra 105. Eyni nitq hissəsinə aid homonim zərfdir, məktub mənasında, bir də nitq hissəsi mənasında.
Bazar da həmçinin gedir. Bazar həftənin günü, bir də alış-veriş məkanı. Termin kimi işlənə bilir, zərfdir. Müxtəliflik hissəsinə heç biri. Həm leksik, həm qrammatik hər ikisi məcazi mənada işlənir. Bazar. Deyir, sənlə bazar etmək olmaz. Deməli, 1B, 2Y, 3A, D. 106. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən et. Yarı gör, özün danış. Ev yıxar, ara sözü. Pis söz qəlb puldur. Yəsinə qaydar. Sözün doğrusunu uşaqdan xəbər al. Sözün yalanı olmaz, yanlışı olar. Səhrada gül bitməz, cahilə söz yetməz. 107. Mərd özündən bilər, namərd özgədən. Ağıllı öyrənməyi xoşlar, axmaq öyrətməyi. Dəvəcə boyun olunca, düyməcə ağlın olsun. Sonra el yandıran şamı söndürmək olmaz. Elm para ilə yox, çalışmaqla ələ gəlir. Hələlik uşaqlar sözün həqqi, məcazi mənası, təkmənalı, çoxmənalı sözlər, terminlər, arxaizmlər, omonim, sinonimləri də izah edib kanala yerləşdirəcəm. Sizdən yenə son xahişim budur ki, kanalımıza abunə olub, şagirdlərlə, yoldaşlarınızla paylaşmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Nə ki sualınız olsa şərh bölməsində yenə qeyd edə bilərsiniz. Hələlik sağ olun.